gedirəm, bunun sualları da görəsiniz. İnvestisiya nədir? Kimin fikri var? Bax, bu kəlmə, bu günümüzün kəlməsi öz ingilisində bizim dilimizə keçməkdir. To invest var ingilis dilində. Həmən sözün elə olduğu halda bizə keçməkdir. Kimin nə fikri var deyə bilər. Hər halda bir ağınıza nəsə gəlir də investisiya. Aha, başqa var fikir. Məsələn, mən deyirəm ki, bax, sadə bir nümunə. Məsələn, mən deyirəm, bu sinifə mən investisiya qoydum. Nə deməkdir? Nədir? Aysa, o niyə ayırdım? Gələcəkdə mənə pul qazanc gəlməyi üçün ayırdım. Başa düşdün, deməliyim ki, yəni söhbət ki, biznesdən gedir də. Mən evimi təmir eləsəm, o mənə gəlir gətirmədiyi üçün. Burada investisiyadan getmir. Amma o məqsədi deməlisiniz. Məsələn, mən evimə də gelib bir dənə bahalı televizor alaram, düzdür? Bu evimə qoyduğum investisiya sayılır mı? Yox. Niyə? Çünki mən ona gəlir götürmürəm axı. Amma aparıb obyektimə o televizor alıb qoysam, məsələn, kafem var, apardım qoydum.